Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Dövlət İmtahan Mərkəzi tərəfindən ikinci qruplar üçün birinci blok imtahanı keçirildi və mən bugün sizə bu imtahanda coğrafiyadan düşmüş sualların izahını təqdim edəcəm. Diqqətlə qulaq asın. İlk olaraq birinci sualla başlayırıq. Birinci sualda qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Ərazilər və onlara aid xüsusiyyətlər təqdim olunub. Hindistan yarımadası ilə bağlı qeyd olunur ki, yağıntılar il ərzində qeyri-bərabər paylanır. Bu düzgün ifadədir. Çünki Hindistan yarımadası xatırlayırsınızsa qeyd eləmişik. Subekvatoral iqlim qurşağında yerləşir. Ona görə yağıntılar yayda düşür, quraqlıq isə qışda olur. Mesopotamiya ovalığı ilə bağlı qeyd olunur ki, il boyu səpələnən radiasiya üstündür. Xeyr. Əsasən Mesopotamiya ovalığında il boyu düz radiasiya görürük. Böyük Səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Doğru ifadədir. Çünki Böyük Səhrada iyul ayında temperatur daha da artdığı üçün buxarlanma qabiliyyəti yüksəlmiş olur. Tasmaniyada bilirsiniz ki, Avstraliyanın cənubunda, cənub yarımkürəsində yerləşir. Siklonda külək saat əqrəbinin əksinə hərəkət edir ifadəsi doğru deyil. Çünki cənub yarımkürəsində siklonlar saat əqrəb istiqamətində hərəkət edir. Grenlandiya adası ilə bağlı qeyd olunur ki, səthində albedonun kəmiyyəti yüksəkdir. Bu ifadə düzdür. Ona görə ki, Grenlandiya adasında örtük buzdaqları səciyyəvidir və buzdaqlarda albedo yüksək qiymət alır. Yav adası ilə bağlı qeyd olunur ki, Günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Bu doğru ifadə deyil. Doğruları istədiyi üçün bizim sualımızın doğru cavabı 1-3-5 C variantı olacaqdır. Növbəti suala keçid edək. Doğru olmayan sıraları deyir, müəyyən edin. Göllər verilib və onların yerləşdiyi ərazini görürsünüz. Qaragöl vulkanik mənşəlidir və vulkanik yaylada yerləşir. Bu doğru sıradır. Batabat Dərəliyyə silsiləsində yerləşir və uçqun mənşəlidir. Burada nə yerləşdiyi ərazi, nə də ki, mənşəyə düzgün verilməyib. Sarısu Gəncə Qazaq düzündə yox, Mil düzündə yerləşir və tektonik yox, axmaz mənşəlidir. Bu da yanlışdır. Ağgöl Mil düzündə yerləşir və axmaz mənşəlidir. Maragöl uçqun mənşəlidir. Murovdağ silsiləsində yerləşir. Hacıqabul axmaz mənşəli olsa da Salyan düzündə yox, Şirvan düzündə yerləşir. Deməli, burada doğru olmayanlar 2, 3 və 6 olacaq. Yəni, Y variantı sualımızın doğru cavabıdır. Növbəti sual, Şimal yarımkürəsində tropik işğalma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə uzaqlığı arasındakı fərq 33,5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir deyir. Yadda saxlayın ki, tropik işğalma qurşağında günəşin maksimum düşmə uzaqlığı 90 dərəcədir. O zaman biz dedik ki, burada maksimum və minimum arasındakı fərq deyir ki, 33,5 düzdürmü? Siz bilirsiniz ki, dedik ki, tropik işğalma qurşağında maksimum düşmə uzaqlığı 90'dır. Onda yazacağıq 90 minus x bərabərdir 33,5. X buradan bərabərdir 56,5. Sən tapdın ki, söhbət gedən məntəqədə günəşin minimum düşmə uzaqlığı 56,5'dir. Və günəşin minimum düşmə uzaqlığı günəş ondan ən uzaqda olanda qeydə alınır. Əgər bu məntəqə şimal yarımkürəsində yerləşirsə, demək bu məntəqə günəşin ən uzaq olduğu vaxt günəşin cənub tropik xəttində zenitdə olduğu vaxtdır. Onda deyəcəksən ki, 90 minus x plus 23,5 bərabərdir 56,5. Buradan da x'i tapacaqsan 10 dərəcə şimal eləyir. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız uyğunluğu deyil, müəyyən edib. İnzibati rayonlar verilib. Daşkəsəni, Laçını və Kəlbəcəri görürsünüz. Narzanlı və Girgəçsay, bunlar bilirsiniz ki, civə yataqlarıdır və Laçında yerləşir. Kastaq bizim polimetal yatağımızdır. Amma burada qeyd olunanların heç birine düşmür. Çünki Kastaq Balakən-Zaqatala inzibati rayonlarında görə biləcəyimiz polimetal yatağıdır. İpək yatağı yenə Kəlbəzərdə, Laçında görəcəyimiz bir yataqdır, xromit yatağımızdır. Hamançay Daşkəsəndə olan dəmir filiz yatağımızdır. Göydərdə isə Kəlbəzərdə olan xromit yatağımızdır. 1'ə D, 2'ə AC, 3'ə Y. Doğru cavabımız D variantı. Xərdi sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq səhra ərazilərində daha çox olur. Burada biz 1'i, 3'ü və 5'i seçəcəyik. Hansı ki, səhra ərazilərdir və burada səhranı yaradan soyuq okean cərəyanlardır. Sualın doğru cavabı A variantı olacaqdır. Xərdi sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinin aid olan xüsusiyyətlərini müəyyən edin. A ölkəsi ABŞ-dır.
B ölkəsi isə burada mən İsveçrə görürəm. Çox güman ki, elə İsveçrədir. E, Bunlar üçün ümumi olanları seçməliyik. Təbii artım birinci tipidir. Əhalinin yaş təkinin uşaqların yox, yaşlıların sayı daha çoxdur. Bir də orta yaşlı insanların. İqtisadi fəal əhalinin əsas kənd təsərrüfatında yox, xidmət sahəsində işləyir. Çünki inkişaf etmiş ölkələrdə daha çox insanlar xidmətdə işləyir. Əsas emiqrasiya yox, immiqrasiya mərkəzləridir. Urbanizasiya səviyyələri yüksəkdir. Əhalisi də Hind-Avropa dil ailəsinə aiddir. Sualın doğru cavabı 1, 5, 6 C variantı olacaqdır. Növbəti sual. Üzrü sayın. Deməli, Mekong, Nil və Yukon çayları verilib. Mekong çayı bilirsiniz ki, tökülür Cənubi Çin dənizinə. Mənsəbi yerləşir Vietnamda. Nil çayı Araq dənizidir və mənsəbi Misirdə yerləşir. Yukon çayının isə qeyd ki, mənsəbi Bering dənizidir və ABŞ-da yerləşir. Doğru cavabımız olacaq Y variantı. Deməli, növbəti suala keçək. Deyib, uyğunluğu deyir, müəyyən edin. Aral dənizinin quruma səbəbi və Aral dənizinin qurumasının nəticəsi. Aral dənizinin qurumasının səbəbi ora tökülən çaylardan suvarmada geniş istifadə olunması idi. Ona görə 1-ə 3, 2-ə isə quruma nəticəsində duzlu dost fırtınaları torpağın yararsızlığı saldı. Deməli, 1-ə 3, 2-ə 2 doğru cavabımız D variantı olacaq. Tarix sxemdə hərflərlə göstərmiş ölkələr üçün ümumi xüsusiyyətlər. Burada Liviyadan, Somalidən və Yəməndən söhbət gedir. Tropik hava kütlələri təsirinə məruz qalırlar. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələr deyil. Bunlar kasıb ölkələrdir. İqtisadi fəal əhali əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorlarında yox. Əsasən 1-ci və 2-ci sektorda çalışırlar. Afrasiya dil ailəsinə mənsubdular. Ərazilərdə günorta vaxt şarqlı disiplinlər kölgəsinin olmaması müşahidə edilir. Çünki ərazilərdə güneşsizlikdə ola bilər. OPEC-ə üzv deyirlər. Doğru cavabımız 1, 4, 5 olacaq A variantı. Burada relyef profili verilib. Relyef profilini əsasən burada A nöqtəsinin 90 metrdə, B nöqtəsinin isə təqribən 105 metr hündürlükdə dayandığını görə bilərik. Və görürsünüz ki, A'dan burada 120 metrə doğru hündürlük artır, sonra isə hündürlük başlayır azalmağa. Ona görə elə burada doğru cavab olacaq D variantı. Uyğunluğu deyir, müəyyən edin. Fiziki coğrafi rayonlar verilib, gördüyünüz kimi. Onlara aid xüsusiyyətləri seçməliyik. Belə ki, Dağlıq Şirvanla bağlı doğru cavab olacaq. Deməli, 1-ə uyğun gələcək C, Küraza uyğun gələcək A və B, Gəncəyə isə uyğun gələcəkdir. Deməli, D və Y. Doğru cavabımız olacaq elə Y variantı. Növbəti sual. Eylerbe diaqramı əsasən uyğun bəndləri müəyyən edin. Rütbəli əmsal vahiddən böyükdür. Hər birində də vahiddən böyükdür. Daha sonra aqroiqlim metodlarıyla zəif təmin olunmuşdur. Aqroiqlimlə zəif təmin olunan qütb səhraları və enliyarpaqlı meşələrdir. Əsasən həmişə yaşlı ağaclardan ibarət ekvatorial meşələr və enliyarpaqlı meşələr. Ərazilərdə fəsillər aydın müşahidə edilmir. Ekvatorial meşələr və qütb səhralarında. Güneşin zenitdə olmadığı ərazilərdə yayılıb qütb səhralar və enliyarpaqlı deməli meşələr. Əsas iqlim quşağında yerləşir. Üçü də kimyəvi və üzvü aşınma intensivdir. Ekvatorial meşələr və enliyarpaqlı meşələrdə. Deməli, 1-ə olacaq 4. Daha sonra 2-ə 3, 7, 3-ə 2, 5, 4-ə 1, 6. Doğru cavabımız B variantıdır. Növbəti sualımız. Uyğunluq deyir, müəyyən edin. Qədim platforma deyirsə, burada qədim platforma olacaq. Məhz qədim platformada biz görəcəyik.
e, deməli, orta Rus yüksəkliyini Sibir Qərbi platformasındadır. Eyni zamanda biz Amazon ovalığını qeyd edəcəyik. Geosinkron quşaqda yerləşir Meksika yaylası və Pont dağları. Cavan platformada isə Qərbi Sibir ovalığı. 1-ə A və Y, 2-yə B-də, 3-ə C. Doğru cavabımız B variantı. Ay-İqtisadi rayonunun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daşdağlı, bentonit-kili, Ağdağ, Seyirli yataqları var. Daşdağlı, bentonit-kili Qazaxdadır. Demək söhbət Qazax Tovuz İqtisadi rayonundan gedir. Qazax Tovuz İqtisadi rayonuna aid olmayan xüsusiyyətləri istəyir. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq var. Tərkibə daxil olan bütün inzibati rayonda xarici ölkəli həmsərhəddir ifadəsi doğru deyil. Çünki Şəmkirin orada xarici ölkə çıxışı yoxdur. Rayon ərazisində Bakı, Tbilisi, Ceyhan, Bakı substantiv kəmərləri keçir, düzdür. Enerji olan tələbat arpacaq sesi ilə təmin olunmur. Orada Şəmkir su elektrik stansiyası var. Bu səhvdir. Kənd təsərrüfatı yalnız suvarma şəraitində yox, orada Gədəbəyli dəmiyə şəraitindədir. Gədəbəy rayonunda suvarma yoxdur. Orada dəmiyə şəraitində əkinçiliyi görürük. Bir iqtisadi rayonun həmsərhəddir ifadəsi doğrudur. Burada doğru olmayan 2, 4, 5, yəni A variantı olacaq. Növbəti sualımız. Orta illik temperatur 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər rütbətli əmsal vahiddən kiçikdir. Bəli, yalnız ovalıqlar üçün yox, yaylalar üçün də səciyyəvi ola bilər. Əmələ gəlmə imkanları zəifdir. Enən hava səciyyəvidir. Skala temperatur amplitudu yaranır. Səhv yazılıb burada. Kimyəvi və üzbaşımı intensivdir, zəifdir. Doğru olan 1, 3 və 4 olacaq. Y variantı. Ölkəmizdə əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaşdakı uşaqlar üstünlük təşkil etmir. Ölkəmizdə orta yaşlı insanlar daha çoxdur. Bu səhv verilib. Quba, Xaçmaz, Lənkəran, Astara iqtisadi rayonlarının türk dili olmayan xalqlar şəhər düzdür. Aznavur deyərək çöldə əhalinin sıxlığı yüksək yox, azdır. Bakı iqtisadi rayonunun əhalinin milli tərkibi mürəkkəbdir, düzdür. Şəqizəqatar iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz vilayəsinə mənsubdur, düzdür. Kənd əhalisi əsasən miqrasiya hesabına yox, təbii artım hesabına artır. Doğru cavabımız olacaq 2, 4, 5 C variantı. Növbəti sual. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən deməli, daş kömür və dəmir fizili işləyən ölkələr. Doğru da belə burada olacaq elə C variantı. Çin, Rusiya, Car bunların özlərinin vardı. Yerli xammalı Fransa, İtaliya, Yaponiya isə alır. Növbəti, deməli, uyğunluğu müəyyən edin. Qazaxıstan və Türkmenistanla bağlı verilib. Ərazisində buzati deyirsə söhbət Qazaxıstandan gedir. Qırğızıstanla sərhəddə mövcud deyil Türkmenistanın, çünki Qazaxıstanın var. Türk dil qrupu Bulqar qrupuna aiddir. Müstəqil Türk dövlətləri arasında Bulqara aid olan yoxdur. Çöl və meşə çöl təbii zonası Qazaxıstandadır. Daha doğrusu D olacaq. Çayları yalnız daxili axar sövzəyə aiddir Türkmenistan. Çünki Qazaxıstan çayları həm daxili axar sövzəyə, həm də Şimal Buzlu Okean hövzəsinə aiddir. 1-ə AD, 2-yə B7, doğru cavab A variantı. Yüzbaşıman zəif getdiyi ərazilər deyirsə, yarım səhər ərazidən 1-i, 5-i, 4-ü, bir də 6-ı istəyəcəyik. 1, 4, 5, 6 doğru cavab D variantı olacaqdır. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan saylar doğru cavab elə burada C variantı. Po və Pərat saylarından əsasən dedik yay aylarında istifadə olunur suvarmada, çünki axtıqlı ərazilərə yağıntılar qışda düşür. Qanq və Mekong saylarının olduğu yerlərə yağıntılar yayda düşdüyü üçün qışda suvarmadan istifadə olunur. Növbəti sual, diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətən təqribi bölgüsü verilib. Düzgün fikirlər istənilir. Ən çox ölkəmizdə yayılan yarımsərhəd quru çöldür. Ona görə yarımsərhəd quru çöllə bağlı 1-ə ABD uyğun gələcək, 2 mülayim istidir. Mülayim istiyə uyğun gələcək B və C, soyuğa isə uyğun gələcək Y. Doğru cavabımız elə Y variantıdır. Meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla 8769 km hərəkət etsək, çatacağımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. Bu təqribən 79 dərəcə eləyir. 79 dərəcə şimal enliyi və 23,5 dərəcə şimal enliklə 23,5 cənub enliyini toplayırsan, vurursan 111-ə. Doğru cavab eləyir, elə B variantı. Belə sürətli izah edirəm. Bilirəm ki, cavabları istəyirsiniz. Ona görə İnşallah növbəti video izahlarda bunu tam olaraq detallı izahlarını verəcəm. Narahat olmayın. 53-cü sualı 2,8 yazmışsınızsa doğru yazmışsınız. Doğru da 2,8'dir. 54-cü sualda doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələri nəzərən mövqe, makro mövqe yox, mikro mövqedir. Bu səhvdir. Xəzər sahilində yerləşən yalnız 2 ölkən yox, 3 ölkən dünya okeanı çıxışı var. Dünya okeanı çıxışı yoxdur.
Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın. Braziliya, Avstraliya və Kanada dövlətləri Dünya okeanında geniş iqtisadi zonaya malikdir, düz. Nigeriya və Hindistan əhalinin milli tərkibinə görə federasiyadır, düz. Mərakeş və Yaponiya konstitusiya monarxiya, düz. Vyetnam, Butan və Laosun Dünya okeanı birbaşa çıxışı var. Biz deyəcəyik ki, Butan və Laosun Dünya okeanı çıxışı yoxdur. Doğru cavab əgər 3, 4, 5 yazmışsınızsa düz yazmışsınız. Xəritə sxemi əsasən doğru sıraları müəyyən edin. Düzən meşə landşaft yayılıbmı? A-da və C-də hə. Qış soyuq yazın yarımsərhəd qurşol iqlim yarım tipi B-də var, amma D-də yoxdur. Bu səhvdir. Ölkəmizin əhali sıxlığı ən az olan düzənliklərdir. A və C əksinə sıxlığı yüksək olan düzənliklərdir. Poligon yaşlı sökmə suxurlar geniş yayılmayıb. A-da və D-də. Bunlarda 4-cü dövrün sökmə suxurları geniş yayılıb. Orta il yağıntı miqdarı 500 mm-dən azdır. B-də və D-də bəli. Çünki onlar yarımsərhəd qurşol iqlim tipinin səciyyəvi olduğu ərazilərdir. Doğru cavab 1 və 5 olacaq 55-ci sualda. Sonra Azərbaycan kənd təsərrüfatı ilə bağlı doğru fikirlər istəyir. Yarımsərhəd qurşol iqlim şəraitində suvarma əkinçiliyi inkişaf edib, bəli. Mülayim isti iqlim şəraiti tulumlu və həmin qəzəli meyvəsini inkişaf edib, bəli. Şabaldı və qəhvəli torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil ifadəsi səhvdir. Boz və sarı torpaqlarda sidus meyvəsini inkişaf edib, səhvdir. Sarıda var, amma bozda yoxdur. Yay otlaqları soyuq iqlim tipindədir, bəli. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində inkişaf edib ifadəsi səhvdir, həm də suvarmada var. Doğru cavabımız 1, 2, 5 olacaq. Yaponiya, Almanya və İspaniya. Musson iqlimi Yaponiyadadır. 3 yarımkürədə yerləşən İspaniyadır. German deyir, söhbət Almaniyadan gedir. Zeytuna görə İspaniya birincidir. Kobe limanı Yaponiyadadır. Biri A'ya, 2'ye, 3'e B'dir. Situasiyada söhbət Skandinaviya dağlarından gedir. Deyir, mətnə A dağları onun ən yüksək zirvəsinin adını söhbət Qalxıpigen zirvəsi yazmalıydınız. Yazmalıyız ki, Skandinaviya dağları ən hündür zirvəsi Qalxıpigen zirvəsi 2469 metrdə hündürlüyü var. Dağın yerləşdiyi işıqlama quşaqları qütb və mülayim işıqlama quşaqlarıdır. Deməli, Skandinaviya dağları Kaledon Hersin dağı əmələ gəlməsində yaranıb. Buna uyğun Apalas dağlarını, Ural dağlarını, Böyük Suariz dağlarını, Kabelza dağlarını yaza bilərdiniz. Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəlin varlıq yazın. İndi oradakı cədvəli mən görə bilmədiyim üçün bir söz deyə bilməyəcəm. Amma Skandinaviya dağlarını düşünüb davamını yazmışsınızsa düz yazmışsınız. A dağlarının yerləşdiyi ölkələrin adlarını, A dağları, yəni Skandinaviya dağları yerləşir Norveç, İsveç, qismən də Finlandiya ərazisində. Bu ölkələrin ərazisinin əsas hissəsinin aid olduğu dil qrupları Norveç və İsveç, Hind-Avropanın German dil qrupuna aiddir. Finlandiya Ural vilayətinin Fin-Ugor dil qrupuna aiddir. Təbii artım tipi bu ölkələrdə birinci tipdir. Demoqrafik keçidin 4-cü mərhələsindədirlər. Belə, 30 sual izahını sizlərə vermiş oldum. İnşallah ki, nəticəmiz həqiqətən də yaxşıdır. Hər birinizə uğurlar arz edirəm. Nəticəmizin necə olmasını asılı olmayaraq keyfinizi qətiyyən pozmayın. Hələ ikinci şans var. Bütün gücünüzdən ikinci şansa daha yaxşı hazırlaşın. Allah'a emanet olun.